Birinci Vüsal müəllim sağ olsun, başda olmaq şərtilə, sonra prezidentimiz Qaşqırqom. Allah sizlərə dəyməsin, Allah sizləri qorusun. Cənab prezidentimizlə də təşəkkürümü bildirirəm. Aman ən birinci Vüsal, səni çox sağ ol. Bax, bu otağımızın biridir. Mən çəkmişəm. Bax, bu otağın biridir. Bu Hafız qardaşımdır. Bura zaldır. Görürsünüz zaldır. Bura otağın biridir. Hə. Bax, bu otağın biridir. Bu iki otaq. Bu iki otaq. Bura gəldi. Bax, beləsinə. Bax, bura kuxnasıdır. Görürsünüz. Yəni, bunların hamısı yer olacaqdır. Bura belə. Hələ tam remontda Bu getdi. Bax, bura hamamıdır. Bu hamamıdır. Hamamıdır. Bu yaxşı olurdu. Görürsünüz. Bu tualetidir. Bura balkonudur. Görürsünüz. Bura darvazasıdır. Burada dur. Siz yukarıda çünkü orası sığız. Görürsünüz. Hayır, buranın damızadı Bax, var. bu suyun krantıdır. Valla suyu yoktu buranın. Koşacaklar. Bak bu evdir. Bu padvalıdır. Görürsünüz. Bu padvalın biridir. Bu padvalın biridir. Bu da yani padvaldır. Görürsünüz. Bak görürsünüz mü? Görürsünüz. Bak buralar padvalıdır. Bu da padvalıdır. Görürsünüz mü? Hamısını remontda yaşadı. Var. İzləyicilərimiz, əziz insanlar, əziz adiyyət olan orqanlarımız, mən Vüsal Kəlbəcəri bu günlərimdə yenə Kəlbəcər sakininin ağır şəraitdə yaşamağını sizlərə göstərmək istəyirəm. Bəli, cənab prezidentimiz deyir ki, hər zaman ağır şəraitdə yaşayan insanlara biz dəstək oluruq. Bəli, birbaşa da göstəriş verir ki, ağır şəraitdə yaşayan insanlar hər biri evlə təmin olunsun. Hansı evlərdən təmin olunsun? Bəli, erməni işğal altından azad olunmuş evlərdə yenidən bərpa quruculuq işləri gedir, orada təmin olsun. Bu gördüyünüz kimi dəmirdən, taxtadan olan bir evdir. Yəni çox çətin şəraitdə yaşayırlar və bu ailəni sizlərə təqdim eləmək istəyirəm. Bəli, adınız, soyadınız? Zamanov Nadir Sabiroğlu, Kəlbəcər rayonu Geçdək kənd sakini. Geçdək kənd sakinisiniz. Zamanov Nadir Nadir, Sabiroğlu. çox gözəl. Bəli, bir müddət əvvəl biz Kəlbəcərdə Geçdək kənd sakini Zamanova Nəzakət xanıma cənab prezidentimiz tərəfindən gözəl ev verildi. Ona görə dərin təşəkkürümü bildiririk. İnşallah da inanırıq, bir də inanırıq ki, Rövşən Rıza ev inşallah birbaşa göstəriş verəcək, belə kasıb ailələrə dəstək olacaqdır. Hər zaman dəstək olduğu kimi bu ailəyə də dəstək olacaq inşallah. Eşq olsun cənab prezidentimizə. İstəyiniz, tələbiniz nədir, xahişiniz nədir? Mən qalmışam dostdur, sağ olsun. Yəni özü burada yoxdur. Bakıdadır. Mənə veribdi ki, müvəqqəti qal. O da yəni fermada qalmışdım. Orada da heç bir yaşaya bilmədim. Fəyli adamam. Ailə üzvü neçə nəfərdir? Ailə üzvü 5 nəfərik. 3 uşaq, 2 özümüz. Bəli. Heç bir yerdən gəlirimiz yoxdur. Qalmışam dostu olanın bunun evində qalmışam. İndi də xahiş edir ki, Nadir, bir ay azada evimdən çıx, mən gələm evimi remont edəyəm. İstəyiniz, tələbiniz İstəyim hansı yerlərdə evlə təmin olmağınızdır? Adərə rayon Həsən özündə, yəni oralarda... Təkcə Həsən Rüzdevdə ola bilər, Vəng olar, yəni yaxşı, bəli. Ola bilər, Düzdürmü? bəli, ola bilər. Lic bir evlə təmin olar. İnşallah. Kasıb adamam, kiralarda qala bilmirəm. Yəni qazancım heç bir yerdən gəlim yoxdur. Mən də sizə güvənirəm. Vüsal müəllim, Allah sizi də, Bəli. yəni ali baş komandamızı da, hamınızı, yəni
əsil eləməsin. İnşallah. Mən də sizə güvənirəm ki, yəqin ki, mən də evlə təmin olunaram. Biz jurnalistik, biz kimlərinsə sözünü adiyyəti olan orqanlara çatdıran şəxsi. Biz ev verən deyilik, ev satan deyilik, ev alan deyilik. Bəli, biz inanırıq ki, cənab prezidentimiz və adiyyəti olan orqanlar inşallah tezliklə qısa bir zamanda dəstək olacaqdılar. Dərin təşəkkürümü bildirirəm, minnətdarı bildirirəm. Uşaq da üstümü batırdı. Çox sağ ol deyirik. İnşallah inanırıq ki, bu ailəyə tezliklə dəstək olunacaq. Təşəkkürlər, minnətdarım, çox sağ olun. Sağ ol.